Yarışlı bir Viyana şəhərindən salamlar. Arkada gördüğünüz bina bizim artıq qaldırmaq gözəl evimizdir. Wow, nə qəşəng görsənir binamız. İndi də gedirik sərhəddə olan başqa bir ölkənin başqa bir şəhərinə. Brno'ya gedirik, Çexiyanın. Brno əsasən tələbə şəhəri. Bu anımızın kəsəsən Əliba montajı da. Gerçek ya. Hele ki yayınlanabileceğimiz bir saniye yarımdır. Geri Brno'nu qurdalamağa. Brno şəhəri əsasən tələbələrin çoxluğuyla bilinir. Yəni tələbə şəhəridir. O gün bizim evə... Görürsən əməliyyat olunub. O gün bizim evə medsestra gəlmişdi. Sənə sistem köçürməyə. Onun da qızı məsələn Brno'da oxuyur. Doğru. Belə sənə asla lazım olmayan bir məlumat verir. 50 gün ərzində belə infolar çox verir. Bəli, Brno'nun təxminən 15 bindən çox tələbəsi var. İnternetdə hələ ki heç bir yaxşı bir şey tapmadım orayla bağlı. Gedirik yerində axtarıb tapmağa. Gəlmişik, Brno'dayıq. Çexiyadan salamlar. Çexiyadan salamlar. Çox soyuqdur, mən üşüyürəm. Heç soyuq deyil. Hava çox yaxşıdır. Hal-hazırda möhtəşəm mənzərələri görürsünüz. Şəhərə girən kimi yuxarıda tam belə şəhərə full baxan bir katedral var, kilsə var. Bu kilsələrin də heybəti və Tanrını ciddi mənada böyüklüyünü belə vurğulaması, xüsusilə gotik kilsələrin çox gözəl bir kəşfdir. Grand Otel'in arasındakı o gözəl memari freskalara bax. Bəli, Əli hal-hazırda özünə məxsus olaraq bizi incəsənət yönümlü binalara aparır. Baxmaq istəyirəm ki, keşke. Bura incəsənət muzeyidir. Müasir. Bəli. O absurd mühəndislik şeylərindən başa düşürəm. Olar ki, bura müasirdir. Bir də gedək o heykəllə. Çalışıram insanlar çəkməyin narahat eləmək. Məsələn, Viyanada insanlar xeyli narahat olurdu. Dəlixanaların qabağındakı heykələ düşür. Google Map'lə gedirik. Google Map'in şeyə bax, küçənin fotosunu da göstərir ki, heç itməyəsən. Köp olun texnologiyası. 3 dəqiqə sonra əziz tamaşaçılar biz itdik burada. Ben de bilirəm qoyacaq, qoymayacaq. Deyik bəcerisi var burada. Nə? Qəşəng. Şəkil gözəldir. Üzü neyi becərdi? Gəl, girək içəri baxaq. Girək. Kəsdə. Mahen tiyatrodur. Neo-Rənesans üslubu bayrıdır. İçi isə neo-barok üslubudur. 1882-ci ildə gəldi. Google Map'dəki reviewlarına baxdım, oyunları çox belə şeymiş. Yaxşı və sağlam oyunlar var imiş. Binanın ön tərəfi çox gözəldir. Maşın keçmək istəyir, dəqiqə. Binanın ön tərəfinin detallarını çək, zəhmət olmasa. Operator. Yine yıkılmışdım, gördüm. Operatorımız binanın detallarını çəksin, zəhmət olmasa. Çekeceğim bir artık. Bu niye torlu setkaya bağlayırlar? Düşməsin. Hanı torlu setka? De yukarıda görmüşsün. Ha. Ya da quş qonması. Üstündəki heykəl çox qəşəngdir.
mərkəzi meydandır. Hangi mərkəzi var? Bilin bakalım ne eksik meydan. Aa, bu. Bu Astronomical Clock gedir adı. Astronoloji saat. Bu 17-ci əsrdə İsveçlərin Çexiyaya hücumunun uzaqlaşdırırlar İsveçliləri və onun şərəfinə qoyulmuş bir saat. Bu saat qara güllə formasındadır. Məhz bu müharibədəki bunların uğurlarına görə. Bruno'nun astronomik saatı 2010-cu ildə hazırlanıb. 6 metr yüksəkliyindədir və 3 metr enindədir. Bu saat Cənubi Afrikadan gətirilmiş qranitlərlə hazırlanıb. Saatı Oldrich Rush və Peter Kamenik dizayn edib. 30 illik İsveç müharibələrindəki qələbələrinə görə bu elə qara güllə formasındadır. Gəl bir də bu tərəfdə bir şey göstərim sizə. Saat mı hansı tərəfində? Gəl göstərim, bax o saatlara bax. Saatın ön tərəfində Günəş, Ay və digər planetlərin gəzintisi əks olunub. Yəni onların o gəzmə sürətinə görə bunlar şey eləyirlər. Binanın üstü şahmat məktəbidir. Kiçikcə belə alış-veriş və Gör şəhər xəritəsi var mı burada? Yuxarıya bak, güzel görünüyor. 12 bürcü xatırlatsın deyə həmişə belə köhnə üslubda olan düsturlarda 12 şam, 12 lampiska olur. 12 rəqəmi dində də bizi başqa 12 əziz, 12 İsa'nın köməkçisi, 12 imam bunlarda da özünü göstərir həmişə. Bruno'da gezərkən hər addım başı nə xəritədə, nə turistik məlumatlar arasında adı olmayan belə gözəl binalara rast gəlirik. Ya da bəlkə bizim gözümüzə gözəl görünür, bilmirəm. Çünki onlar üçün bir xüsusilik yoxdur ki, yəqin ad heç harda, heç bir şəkildə qeyd olunmuyor. Gözəldir. İçərisinə girmək istəyirik bunun. Burada Christmas'a hazırlaşır və hələ ki tikintilər gedir. Bura necə gedir dəli? Azadlıq meydanı. 3-4 fərqli heykəlin əhatəsidir. Bir də istəyərdim zoom eləyəsən. Bir bu heykəli zoom elə, böyük daşdan, üstünə quşlar və s. Grand Otelin üzbəüz. Bir oradakı arxada balaca mələk bir şeylərin üstündədir. Bir də keç ona zəhmət olmasa. Ay sağ ol. İndi dön. Hara tərəf? Dön ora. Burada baxanda bir bu heykəli görürsən. O belə üstündə parıldayan müqəddəs ruhum. Yuxarı qalxırsan böyük katedralı, elə katedralı çək.
Düş, sonra o bina var ha, arkada. Divar, ay sağ ol, pəncərəyə oturan heykəl. Və yenə bizim getdiyimiz yerdə bir çağırış var. Hər dəfə bunları görəndə balkonlar belə narahat oluram. Yazıqlar daşıyırlar. Orada da var 3 nəfər. Çox yazıqlar. Is tartar? Tatara. Bu isə ət. Meat plate, ət. Nə deyir, boşqaba deyə, nə deyir? Qarışıq. Boşqab verməyiblər, amma belə yağlı, isti çörək var. Çox isti. Grenki kimi. Yes, gəl, məsələn. Yəni biz Ne qəlyan demək altılardan o qədər doyduq ki. Bu qaz ayağıdır, bu da ördəyin yarısıdır. Wow, yəni prosta wow. Hətta təklif edirdilər ki, doymarsız gəlin onu bütöv eləyək. Mən 2 dəfə də ördək yeyirəm bu arada. Heç vaxt yeməmişəm ördək. Deyim var, yeməmisən qaz ətini, bilmirsən ləzzətini. İlk doğrudan necədir baş, səmimi? Çox dadlı. Toyuğun dadlı versiyasıdır. Düzdür, yeyilmiş yeməklər biraz estetik görsənmir. Yoruldum. Çox böyükdür boşqablar. Çənəm yoruldu. Qaz əti ördək ətindən çox daha dadlıdır. Daha baha və daha dadlıdır. Hə, 2 qata yaxın bir qiymət fərqi var. Hər yeməyin altında belə bir qırmızı kələm pörtləməsi deyək var və çox qəribə. Bunu biz kartof bildik. Belə hər yeməyin yanında qoyublar bunu. Xəmirdəndir belə. Yəqin ki, həmin bulyonda bişib çox böyük ehtimal ki. Doya bildiniz? Müəllim. Nuş olsun. Gezərkən belə bir heykəl qabağımıza çıxdı. Gəlməyin. Məndən olsa, əgər Viyanada və ya yaxın hansısa başqa şəhərlərdə çox uzun belə vaxtınız, boş gününüz varsa, ola bilər, bir neçə saatlıq gələ bilərsiniz, keçə bilərsiniz, amma sən bir fikir... Buraya plan salmağa ehtiyac yoxdur. İnsanlar çox çobukdur, hər şey mənasız baxadır. Bura görə bahadır. Zövqsüz düşər, insanlar da zövqsüzdür, belə. Geyimlər çox qəribədir, yəni neçənci illərdə yaxıdır təxminə 2006 Bakı tərəf, Bakı yenə də qəribədir. Avtobusumuz 20 dəqiqə delay elədi. Bu barədə bizə mail göndərdi və application içərisində məlumat var bu barədə. Gözləyirik avtobusu, gedək Viyanamıza.